sən əgər özünü əzilmiş hiss eləyirsənsə, deməli sənin içində o əzilmiş kodu var. Onu artıq təmizləmək lazımdır. O başqadır. Amma sən əgər sustuğun halda özünü əzilmiş hiss eləmirsənsə və deyirsən ki, mən burada müdrik yanaşıram. Mən bildim, burada susmaq lazım idi. Bax, bu fərqindəliyin açılması bax budur ki, doğru elədiyi artıq sorğulamırsan. Bildiniz necə? Bildim. Baxın, Aytaq xanım, dərslənmə 3 cürə olur. Hər kəsə icazə yoxdur, getsin, ayılsın, fərqindəliyi açılsın və yaxud da nələrisə icad eləsin. Bu videoya baxan hər kəsə artıq o icazə kanalı açılıb. Ruh var ki, bu dünyaya gəlir, sən ona haqq otur başa sal ki, bax bu sistem belə gedir ha, sən bunu belə eləsən, belə olacaq. O yenə deyəcək ki, yox, sən səhvsən. Və yaxud da sənin eşitdiklərini, sənin dediklərini başqa yerə yozacaq.